ليغفر لك الله ما تقدم من ذنبك وما تأخر ويتم نعمته عليك ويهديك صراطا مستقيما. وينصرك الله نصرا عزيزا. هو الذي أنزل السكينة في قلوب المؤمنين ليزدادوا إيمانا مع إيمانهم. هو الذي أنزل السكينة في قلوب المؤمنين ليزدادوا إيمانا مع إيمانهم. ولله جند السماوات والأرض وكان الله عليما حكيما. ليدخل المؤمنين والمؤمنات جنات تجري من تحتها الأنهار جنات تجري من تحتها الأنهار
يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس والله يعصمك من الناس يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين، ثم الصلاة والسلام على سيدنا محمد اللهم صل على محمد وآله
الطيبين الطاهرين سيما بقية الله في الأراضين ناموس الدهر حجة ابن الحسن. قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت الرسالة والله يعصمك من الناس. صدق الله العلي العظيم. İbadat, itaətlərimizin, dualarımızın qəbul olunmağı, bu mübarək günün Allah dərgahında bizim üçün bərəkətli gün olmağından ötəri səlavat edirəm. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah hamd verək izzət-i cəlalına. Allah müteal bizi Həzrəti Əli əleyhissalamdan ayrı salmasın. Allah qiyamət günü bizi Əhl-i Beytin qarşısında baş aşağı eləməsin. Allah İmam Zaman ağanın zuhurunu təcil eləsin. Qədirxan bayramıdır. Başda İmam Zaman ağa olmaqla hər birimizi təbrik edirik. Bayramımız mübarək olsun. Bütün xalqımıza, millətimizə həmişə sevincli günlər nəsib olsun, bayram olsun hər günümüz. Allah bütün günlərimizi Həzrəti Əli əleyhissalam buyurduğu kimi günah eləmədiyiniz gün sizin bayramınızdır. Allah hər günümüzü bayram qərar versin inşallah. Qədirxan bayramı barəsində buyurulur: Yevmu təzkiyə, yevmu bəşarə, yevmu təvəddur. Bugün müjdə günüdür, bugün təzkiyə günüdür, bugün paklanma günüdür, bugün mehribanlıq günüdür. Müxtəlif adlarla Əhl-i Beyt əleyhissalam bu günü qeyd eləyib və İmam əleyhissalam, İmam Sadiq əleyhissalam buyurur: Ləalləkə tərə ənəlləhə təbarəkə və təalə xələqə yevmən əzəm hurmətən min qədir la vallah, la vallah, la vallah. Həzrət buyurur səhabəyə, Allah bu gündən üstün gün xəlq eləməyib. Allah bundan üstün gün qərar verməyib. Bundan üstün gün yoxdur. And olsun Allaha, and olsun Allaha, and olsun Allaha. İmam 3 dəfə and içir. Həzrətin bu andı bizə başa salır. Çox mühüm bir gündür. Əgər 3 dəfə Allaha, Allahın məsum bəndəsi and içirsə, bu günün üstünlüyündən danışırsa və buyurursa bugün bu bayram bütün bayramlardan üstündür, Qədirxan qurbandan da üstündür, fitirdən də üstündür, Qədirxan gecəsi Qədir gecəsindən də üstündür. Hədislərə biz diqqət eləsək, üstündür. Savab da üstün qeyd olunur. Mən cümə günü olan möminlər üçün qeyd elədim o hədisi. Buyurur, Qədirxanda bir möminə taam verən sanki 120 min peyğəmbərə taam verib. Bir möminə yemək versə sanki 124 min peyğəmbərə verib. Bu savab heç bir yerdə qeyd olunmayıb. Bu savab heç bir gün üçün. Sən Ramazan ayında iftar verərsən, savabları qeyd olunub, filan eləyərsən, bu cür ehsan eləyərsən, amma beləsin qeyd olunmayıb. Bu Qədirxan üçün Məsum əleyhissalam buyurur, bu Qədirxanın nə qədər mühüm olmağından xəbər verir. Bu bayramın nə qədər üstün olmağından xəbər verir. Peyğəmbər ömrünün son vaxtlarındadır. Bildiyimiz kimi vida həccidir. Peyğəmbər gəlir Qədirxan deyilən çöldə və Peyğəmbər neyniyir? Burada insanları yığır bir yerə. Böyük karvandır. Bizim alimlərimizdən daha çox
müsəlman aləmində əhl-i sünnə qardaşlardan neyniblər? O alimlər daha çox deyiblər 120 min hacı. Ən çox onlar qeyd ediblər 120 min hacı var idi. Peyğəmbər bunları yığır bir yerə, Qədirxum çölündə xütbə eləyir Peyğəmbər. Orada neyniyir? Mən kuntu mövla və xaza aliyyun mövla. Mən kimin mövlasıyam? Əli də onun mövlasıdır. Bu tapşırığı Peyğəmbərə Əkrəm bildirir, bunu deyir. Quran ayəsi buyurur: Ya eyyuhar rasul, bəlliq ma unzilə iləykə min rabbik və in ləm təfəl fəma bəlləqtə risalətə. Peyğəmbər, sənə nazil olanı çatdır, sənə gələn əmri çatdır. Əgər onu çatdırmasan 23 il ərzində elədiyin risalət tamam olmamışdır. Bu hansı əmirdir, ay müsəlman aləmi? Ay müsəlmanlar, hansı əmirdir bu belə? Bu nə mühüm məsələdir belə? Nədir bu? Nədən ibarətdir? Hansı vacibi məsələdir ki, Peyğəmbər 23 il əziyyət çəkib, Peyğəmbər o əziyyətlərdən keçib, müharibələr keçib, Peyğəmbər neyniyib? Şeyb-i Əbi Talibdə 3 il blokadada qalıb, Peyğəmbər Mədinəyə köç eləyib, böyük ordu yığıb, Peyğəmbər qayıdıb gəlib Məkkəni fəth eləyib, Peyğəmbər Məkkəni fəth eləyir barəsində Quranın bir surəsi, Fəth surəsi nazil olur. Allah hələ o fəthi də verəndə deyir ki, Peyğəmbər, Allah sənin üçün neməti tamamlamaq istəyir. Ayələrin sizə bildirərəm. Quranda neçə yerdə Allah nə deyir? Allah neməti sizin üçün tamamlamaq istəyir. Amma bir yerdə deyir, tamamladı. Bu nə mühüm məsələdir. Peyğəmbərin bu boyda əziyyətin Allah qayıdır deyir ki, bu əmri deməsən çatdırmalısan. Bu əmri çatdırmalısan. Vallahu ya'simuka minan nas. Allah səni insanlardan qoruyacaq. Baxın əzizlər, bir dənə diqqət edin. Quran ayələri bu qədər diqqət istəyir. Quran ayələrinə diqqət eləməsək, başa düşməyəcəyik. Peyğəmbər qüdrət sahibidir. Peyğəmbərin ordusu var. Peyğəmbər Məkkəni fəth eləyib. Böyük İslam ordusu var. Bəllidir də, hamısı bunlar Peyğəmbər fəth eləyib Məkkəni. Peyğəmbərin qüdrəti bəllidir. İndi Allah ona deyir, bu əmri çatdır. Narahat olma, Allah səni qoruyar. Peyğəmbər narahatdır. Peyğəmbər nədən narahatdır? Nə üçün narahatdır? Quran ayəsinin davamında deyir, bunu çatdır, narahat olma, biz səni qoruyacağıq Peyğəmbər. Bəziləri gəlib müxtəlif şeylər deyiblər də, məsələn, nə filan hökmlər idi, Allah dedi onları çatdır. Nə hökm idi? Deyir, qandır, donuz ətidir, bismillahsız heyvanın başını kəsmək idi, onun ətini yemək olmaz. Ay kişi, buna kimi müsəlmanlar bilmirdilər donuz əti haramdır. Müsəlmanlar bilmirdilər qan nəcisdir. Vida həccidir, müsəlmanlar, Peyğəmbər sonuncu həccini eləyib çıxır. Çıxır həcdən. Vida həccidir. Bu nə düşüncədir, bu nə sözdür? Yəni Peyğəmbərin 23 il ərzində çatdırdıqlarının içində bunlar yox idi. Bir dənə ayənin şənin nüzuluna, səbəbi nüzuluna baxmaq lazımdır. Həzrəti Peyğəmbər Allah bunu buyurur. Sonra buyurur ki, Peyğəmbər bu əmri çatdırmasan tamamlanmayacaq. Bu əmr nədir? Bu əmr imamətin vilayətə olunan, imamətin, vilayətin nübüvvətə olunan düyünüdür. O düyünü də bağla. Peyğəmbər, sən gedirsən, sənin ömrün məhduddur. Amma İslam qiyamətə qədər davam eləməlidir. Sənin yaşın məhduddur, sən dünyadan köçürsən, gedirsən, amma İslam davam eləməlidir. İslam qiyamətə qədər nədir? Hərəkətdə olmalıdır. Bu hərəkəti daşıyan, aparan aparıcılar var. Onları çatdır, onları göstər. Kim olmalıdır, kim eləməlidir? Bunları göstər Peyğəmbər.
Bunları göstərməsən sənin misiyan tamamlanmayıb. Quranda 2 yerdə də ayədə var da Allah İslamı yer üzünə hakim eləyəcək. Yer üzündə salih bəndələrin neyniyər? Hakim eləyər. Hanı? Haçan olub? Haçan olub yer üzündə İslam bütün yer kürrəsində hakim? Haçan olub bu? Ha? Quranın bu ayəsin. Müsəlmanlar haçan olub? Etiraf eləməlisən də İmam Zaman gəlib eləyəcək. Başqa yolun yoxdur sənin. Başqa söz deyə bilməzsən. Nicat verən deyirsən, doğulacaq deyirsən, hər nə deyirsən, amma bu gəlməlidir. Bu silsilədən söhbət gedir. Allah bunu deyir, bu silsiləni göstər Peyğəmbər. Bunu göstərməsən, vilayət silsiləsini göstər. O silsiləni ki, ilk dəfə mən onu qabartmışam. Allah deyir, mən onu göstərmişəm. Sad surəsi 75-ci ayədə Allah onu göstərir. Allah Müteal buyurur, şeytan sən onlardan deyildin, Adəmə səcdə də eləməyəsən. O Sad 75-dədir. Yəni onlar səcdə olunan, itaət olunan varlıqlardır. Onlar Əhl-i Beyt əleyhissalamdır. İlk dəfə Allah bu cür neyniyib, bu məsələni qoyub, buyurur ki, Peyğəmbər çatdır, Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Bugün din sizin üçün tamam olundu. Din tamam olundu sizin üçün. Nemət sizin üçün tamamlandı. Və raditu ləkumul İslamə dinən. İslamı sizin üçün nədir? Bugün bu dini sizin üçün razı oldum. Bu şəkildə razı oldum. Bu şəkildə mən istəyirəm, belə istəyirəm. Baxın əzizlər, Bəqərə surəsi 150-ci ayədə Allah Müteal danışır, buyurur ki, o qiblə dəyişdiyi 15 il müsəlmanlar neynədilər? Beytul Müqəddəsə tuturdular, üzünü qılırdılar. Deyirdilər ki, Bəni İsrail deyirdi ki, bunlar bizə tərəf üst tutmuşsunuz, biz üstünük. Dünyada hər kəsdən özünü üstün bilirlər də. Bunların əqidəsinə görə nədir? Hamıdan üstündürlər. Hamıdan. Bunlara görə qalanları heç nə, heyvanla aralarında üzr istəyirəm, fərqi yoxdur. Ona görə qan içməyi yaxşı bacarırlar. Əqidə budur, düşüncə budur. Dedilər ki, Peyğəmbər, sən bizə tərəf üst tutursan, biz haqqıq, filandır. Bu zaman Həzrəti Peyğəmbərə Cəbrail nazil olur ki, Peyğəmbər üzünü qiblə döndər Kəbə evinə, Beytul Müqəddəsdən. Qiblə əvəz olunanda Allah Müteal buyurur ki, və liutimmə ni'mətə əleykum. Allah sizin üçün neməti tamamlamaq istəyir. Allah istəyir neməti sizin üçün tamamlasın. İkinci ayə Məkkənin fəthindədir. Buyurur, İnnə fətəhnə ləkə fəthən mubinə və yutimmə ni'mətəhu əleyk. Fəth surəsi 1-2 ayələr. Allah sənə böyük bir dənə fəth, zəfər nəsib elədi. Allah istəyir sənin üçün neməti neynəsin? Tamamlasın Peyğəmbər. Bunun üçün bu zəfəri sənə verir Allah. Bu fəthi sənə nəsib elədi, neməti tamamlamaq istəyir. Üçüncü ayə hardadır? Maidə surəsindədir. Dəst namazın hökmlərin, təharətin hökmlərin deyəndən sonra Allah deyir, sizin üçün çətinlik istəmirəm, sizin üçün Allah asanlıq istəyir. Sonra buyurur, Allah sizin üçün neməti neynəmək istəyir? Tamamlamaq istəyir. Yeganə Quranda bu ayədir ki, Qur'an-ı Kərimdə belə buyurur Allah, Əl-yevm əkməltu ləkum dinəkum. Bugün sizin dininiz kamil edildi, nemət sizin üçün tamam edildi. O biri ayələrdə nə deyirdi? Allah istəyir neməti tamamlasın. Burada deyir ki, nemət tamamlandı artıq. Vilayətin seçilməyi ilə, elan olunmağı ilə buyurur, artıq nemət sizin üçün tamamlandı.
Əl-yevmə yə'isəl-ləzīnə kəfəru min dinikum. Ayənin əvvəli belədir. Bir dənə əvvəlinə diqqət edin. Bugün kafirlər sizin dininizdən məyus oldular. Nə edirdilər? Onlar deyirdilər ki, Peyğəmbər heç kimi elan eləməyəcək. Biz də nə edəcəyik? Rahat şəkildə işimizi görəcəyik. Gözləmirdilər. Peyğəmbər Həzrəti Əlinin vilayətinin vacibliyini elan eləyəndən sonra nə oldular? Məyus oldular. Allah deyir ki, Əl-yevmə yə'isəl-ləzīnə kəfəru min dinikum. Bugün sizin dininizdən nə etdilər? Bunlar məyus oldular. Allah həmçinin də ayədə deyir, heç onlar iman gətirməyiblər, elə kafirdirlər. Bunu qəbul eləməyən kafirdir. Əlini qəbul eləmədilər, Peyğəmbərin sözünü qəbul eləmədilər. Söhbət Əlidən getmir. Əli seçilmirdi, vilayət seçilirdi. İmamət seçilirdi, misiyanı göstərirdi Allah Müteal. Burada Əlidən söhbət getmir, Əlinin seçkisi deyil burada. Burada nədir? Peyğəmbərin sözünün rədd olunmasıdır. Qədirxumda Peyğəmbərin sözünü qəbul eləmədilər. Peyğəmbərin sözünü yerə saldılar. Buyurur ki, kafirlər nə oldular? Məyus oldular. Siz Allah, donuz ətinin haram olmağı kafirin nəyinə lazımdır? Bir kafir məyus da olsun ki, ayda donuz ətini müsəlmanlar haram bilir. Dünəndən bilsinlər. Kafirin nəyinə lazım? Kafir üçün maraqlıdır, sən nəyi halal bilirsən, nəyi haram bilirsən, maraqlıdır bu. Sən nəyi müstəhəb bilirsən, vacib bilirsən, kafir üçün bu maraqlı deyil. Eyni zamanda sənin üçün də maraqlı deyil ki, başqa dində olanlar nəyi halal bilirlər, nəyi haram bilirlər. Bu nəyə məyus olsun? Bu məntiqsiz yanaşmadır. Kafirlər deyəndə Allah burada Peyğəmbərin əmrin qəbul eləməyənləri kafir sayır. Buyurur, onlar iman gətirməyib Peyğəmbərə. Onlar küfürlərini sinələrində gizlətmişdilər, içlərində gizlətmişdilər. Fürsət axtarırdılar onlar, neynəsinlər? Peyğəmbərdən sonra ortaya çıxarsınlar. Cəbrail nazil olub, əmr eləyir. Peyğəmbər, de insanlara əmirul müminin desinlər. Əlini belə çağırsınlar, möminlərin əmiri çağırsınlar. Deyir Peyğəmbər Əkrəm belə deyirdi. Əssəlamu aleyk ya əmirul mümin, əntə əmirun mən fil ardi və mən fis səma. Salam olsun sənə ey möminlərin əmiri, sən yerdəkilərin də göydəkilərin də əmirisən. Sən mələikələrin də əmirisən, sən yerdə olan insanların da əmirisən, sən bütün varlıqların əmirisən. Sonra buyurur ki, İbn Abbas gördü bunu, Peyğəmbərlə gəlirdi, yol gəlirdi, gördü Peyğəmbər bu cür deyir. Həzrət Əli salam verəndən sonra buyurur, və aleykəs-səlam ya əmirul müminin, Əleykəssalam, ey möminlərin əmri. İbn Abbas təəccüb elədi. İbn Abbas dedi ki, ya Rəsulallah, səndən üstün varlıq yox yer üzündə. Sən Allahın Peyğəmbəri, Xatəməl-Ənbiya, sonuncu Peyğəmbər, Əmirul Müminin Əli ibn Əbi Talibə deyirsən. Dedi İbn Abbas, niyə təəccüb eləyirsən? Mən Meyracda nə qədər olmuşam? İslam aləmi Peyğəmbər üçün 120 dəfə Meyrac deyir. 120 dəfə Peyğəmbər Meyracda olub. Bu fiziki aləmdən Peyğəmbərin ayağı üzülüb. 120 dəfə bunu İslam aləmi qəbul edir. Həzrəti Peyğəmbər buyurur ki, mən o aləmdə olanda, Meyracda olanda, mənə Əlinin vilayəti qədər nədir? Heç bir şey əmr olunmadı. Cənnətin qapılarının üstündə göstərdi Allah, yazılıb, La ilahə illallah, Muhammed Rasulullah. Allahümmə səllə Muhammed, Ali Muhammed.
Əliyyun əmirul mu'minin vəliyullah. Əli müminlərin əmiridir, Allahın vəlisidir. Bunu deyir. Biri var idi, İmam Sadiq Əleyhisselama sual verdi. Dedi ki, ağa, olmaz sizə də əmirul müminin deyək. Olmaz. İmam Sadiq Əleyhisselam buyurdu, Zalikə ismun səmmahullah bihi əmirul müminin və la yusamma bihi əhədun qəbləhu və la bə'idi illə kafir. Bu ad yalnız və yalnız Əli ibn Əbi Talib üçün, bu ləqəb onun üçündür. Ondan qabaq və sonra kim bu ləqəblə özünü adlandırsa kafirdir. Hər kim durub özünə desə nə? Əmirul müminin. İmam Sadiq Əleyhisselam buyurur, bu yalnız və yalnız ona aiddir. Allah bu qədər əmrləri niyə eləyir? Allah bu qədər niyə mühüm məsələ kimi bunu bizə çatdırır? Bilirsiniz niyə əzizlər? Çünki vilayət məsələsi, vilayət Allaha çatmaqda yollardan biri deyil, yeganə yoldur. Deyəsən ki, mən bu yolla gedmirəm, bu biri yolla gedirəm də qardaş. Nə edirəm mən? Namaz qılıram, oruç tuturam, həccə gedirəm, Allah nə qədər haram deyib eləmirəm, nə qədər vacibat deyib eləyirəm, nə istəyirsiniz mənim canımdan? Mən belə Allaha çatmaq istəyirəm, olmaz. Allah özü deyir ki, olmaz. Allah deyir, olmaz. İki yol var Allah buyurur. Ya mənim yolumdur. Ayət-əl Kürsüdə nə buyurur? Buyurur ki, bir yol nədir? Allahın yoludur, bir yol şeytanın yoludur. Üçüncü yol yoxdur. Mən şeytanın yolu ilə də getmirəm, Allahın yolu ilə də getmirəm, özüm bir dənə özümə yol seçirəm. Yoxdur üçüncü yol. Ya oradasan, ya burada. İkisindən birini seçməlisən. Burada da Allah Müteal buyurur ki, yol birdir, ay şeytan, 6000 il ibadət eləmirsən, gözüm aydın. Yer üzündə deyir, elə ibadət eləyərəm. Bir nəfər sənə o cür ibadət eləyən tapılmaz. Pis söz demir ki. Deyir, yer üzündə bir nəfər o cür sənə ibadət eləyən tapılmaz. Biz elə bilirik ki, şeytan Allahın Allahlığını qəbul eləməyib. Yox, belə bir şey deyil. Şeytan deməyib sən yoxsan. Şeytan deməyib Allaha sən qüdrət sahibi deyilsən. Şeytan bunları deməyib. Şeytan bunların hamısını qəbul edir. Şeytan qiyaməti də qəbul edir. Şeytan usulü dindən üçünü qəbul edir. İkisini qəbul eləmir. Bəlli eləmək lazımdır. Neçəsini qəbul edirsən? Tohid, ədl, nübüvvət, imamət, məad. Tohidi qəbul edir. Elədir. Deyir ki, Allah, sən təksən, qəbul edirəm. Qəbul edir. Gəlir, ədildən keçir, imamətdən keçir, nübüvvəti qəbul edir, məadı qəbul edir. Necə? Çünki dedi ki, ilahi, mən sənə peyğəmbərləri qəbul edirəm, Adəmi qəbul edirəm, amma Adəmə onun imamətini qəbul eləmirəm də. Məni axı oddan yaratmısan, onu torpaqdan. Bu ədalətdən deyil də, Allahın ədalətini də qəbul eləmə. Yəni, ədalətsizlik edirsən. Ədli də qəbul eləmədi, imaməti də qəbul eləmədi. Sonra dedi, ilahi, müəyyən olunmuş günə kimi, qiyamətə kimi mənə möhlət ver. İmanı var da qiyamətə. Elədir, məadı da qəbul edir. Məadı qəbul edir. Şeytanın müşkülü hardadır? Şeytan deyir ki, mən itaət eləmirəm, Adəmin imamətini qəbul eləmirəm. Allah da buyurur ki, bunu qəbul eləməsən, şeytan, mən deyirəm, mən dediyim kimi ibadət eləməlisən, sən dediyin kimi yox. Var da belə adamlar. Namazı, mənim kefim istəyir, bugün duraram, 2 rükət qılacam.
Filan iş deyirsən, qardaş, bu belə deyil axı, şəriətdə bunun qaydası belədir, bunu belə eləməlisən. Ay yox, mən ürəyim belə istəyir. Hərə özündən bir dənə din uydurur, bir dənə məzhəb çıxardır, bir dənə nə bilim dinə baxış çıxardır. Quran ayəsini kim necə istəyir, o cür oxuyur, o cür şərh eləyir. Bu nədir? Bu Allahın əmrlərinə tabe olmamaqdır. Allah da buyurur, bu cür mən qəbul eləmirəm. Heç kimdən qəbul eləmirəm. Allah deyir ki, yeganə bir yol var, vilayət yolu, Allaha çatmaq üçün. Yollardan biri deyil, yeganə yoldur. Ona görə Allah buyurur ki, diqqət eləyin, bu yol bir dənə yoldur. Həzrəti Peyğəmbər bir oturmuşdu, xəttər çəkdi torpağın üstündə. Neçə cür bir-birini kəsən xəttər çəkdi, sonra bir dənə düz xətt çəkdi onların üstündən. O düz xətt bütün xəttləri neynədi? Kəsdi. Peyğəmbər buyurdu ki, haqq yolu bir dənədir, düz yol bir dənədir. O yol bir dənədir, düz yol. Və siratul müstəqim siratun Ali ibn Əbi Talib. Düz yol, o yeganə yol nədir? Əli ibn Əbi Talibin yoludur. Həmən düz yolda o yoldur, Peyğəmbər Əkrəm buyurur. Salavat hədiyyə eləyək. Allahümmə səllə ələ Muhamməd Qədirxum imamət məktəbidir, Qədirxum vilayət məktəbidir. Neynədilər? Onu xilafət məktəbi ilə əvəz elədilər. Səqifədə yığışdılar, gəldilər, neynəsinlər? Peyğəmbərdən sonra ilahi hakimiyyəti neynəsinlər? Dəyişsinlər. Maraqlar uğrunda çalışırlar, neynirlər? Gəlsinlər, İslamın adından istifadə eləsinlər. Tarix boyu baxın, nə qədər istifadə edirlər. İslam libasından nə qədər istifadə edirlər. Bugün nə qədər istifadə edirlər. İslam adından danışırlar, İslam adı ilə mənfur hərəkətlər eləyirlər. İslamın libasına bükülərlər. Amma adından neynəyərlər? İstifadə eləyərlər. Bu həmişə olub, bugün də var. Baxın, əzizlər, həmən dövrdə də nə idi? Bu baş verirdi. Bizə deyirlər, niyə elə bu Qədirxumdan? Qədirxum vacibi məsələdir. Qədirxum məsələsi həll olunsa, bütün İslam aləmin, ümmətin məsələsi həll olunur. Qədirxum həll olunsa. 120 min hacı qulaq asır, Peyğəmbər buyurur, atalar övladlarına çatdırsın, olanlar olmayanlara çatdırsın. Allah rəhmət eləsin. Əllamə Əmini Əl-Qədir əsərin yaradan Əllamə Əmini 110 dənə ayrı-ayrı səhabədən hamısının silsiləsi ilə hədisləri nəql edir. Sanki bir dənə Qədirxum barəsində 110 dənə neyniyib bu adam? Hədis nəql edib, eyni hədisi. Sadəcə olaraq ayrı-ayrı ravilər, ayrı-ayrı nədir? Silsilədir. Zəncirlər ayrı-ayrıdır, amma eyni hədis filankəsdən getdi, çıxdı Peyğəmbərə. Təzədən gəlir filankəsdən ayrı bir xədlə yenə getdi, çıxdı Peyğəmbərə. Deyirlər, ay Əllamə, sən bir dənə sənədi saydın, Peyğəmbərə getdi, çatdı. Deyərdin ki, 109 nəfər də neyniyib? Eyni hədisi filankəs, bu 109 nəfər də eyni hədisi neyniyib? Peyğəmbərdən nəql eləyib. Sən niyə hamısını ayrı-ayrılıqda neynədin? Silsiləni saydın. Deyir, mən elə bir iş gördüm ki, Qədirxumu inkar eləyən yalnız və yalnız təəssübkeş olaraq tanınsın. Ona görə belə elədim. Yəni, bir adam Qədirxumu inkar eləsə, bir adam gəlib bu hədisi qəbul eləməsə, qayıdıb desə ki, yox, Qədirxum hadisəsi olmayıb, ona bilirsiniz nə deyəcəklər? Hədis alimləri, İslam aləmi, hamısı onlara deyək ki, sən nə danışsın?
onda mütəvatir hədis yoxdur. Onda heç nə qəbul eləməməlisən, heç nə yoxdur. Bu bir tarixdir, bunu silmək mümkün deyil bu tarixi. Ona görə nə ediblər əzizlər? Başlayıblar başqa cür gəlməyə. Da görüblər bunu inkar eləmək mümkün deyil. Hə, orada Peyğəmbər deyir ki, Əli mənim dostumdur. 120 min üzr istəyirəm, hacının içində bir dənə ağıllı yox idi ki, çıxıb desin ki, ay Peyğəmbər, bizi bu günün altında niyə öldürürsən sən? Sən axı bundan qabaq demirsən qardaşımdır. Bundan qabaq demirsən Əli mənim canımdır. Mübahilə ayəsi nazil olub Əlinin haqqında. İnsan surəsi nədir? Həl-Ətab bunlar haqqında. Sənin yerində uzanan bu insanlardan bəziləri var, öz canlarını Allah yolunda satarlar. Bu nədir? Bu Əli ibn Əbi Talib. Xeybərin qapısını çıxardan bu. Bunun haqqında bu qədər söz demirsən. İndi bu istinin altında çapar göndər qabağa, arxadakılar gəlsin, yığ. İstinin altında, günün altında günlərlə bizi burada saxla. Nədir? Ay cəmaət, bilin ha, Əli mənim dostumdur. Hamıya çatdırın ha. Olmayanlara da çatdırsın ha olanlar. Əli mənim dostumdur. Ay atalar, oğullarınıza deyirsiniz, Əli mənim dostumdur. Bu hansı məntiqdir? Hə? Bu nə düşüncədir? Təəssüb ortadadır. Ən azı bu adam deməlidir ki, ən azı. Bunun dost mənası da var, bu mənası da var, rəhbər mənası da var. Belə də ola bilər, belə də ola bilər. Ən azı bunu deməlisən də, bunu da demirsən axı. Nədir bu Əli ilə düşmənçilik? Nədir Həzrəti Əli ilə bunların düşmənçiliyi nəyə görə idi? Çünki Əli bütün müharibələrdə bunların qabağında dayanırdı. Əli bunların istəklərinin qabağını kəsirdi. Gəlirdilər, şikayət edirdilər Əlidən Peyğəmbərə. Deyirdilər ki, bu niyə belə eləyir? Qənimətdir də, bir şeydir də götürmüşük. Var axı, məsələn, mən neynəmişəm ki, adam öldürən var, mən filan kəsə bir dənə şillə vurmuşam da, neynəmişəm ki? Özünü neyniyir? Öz cinayətin böyük cinayətlərlə müqayisə eləyir, özünə bəraət qazandırır. Neynəmişik ki? Başlayırdılar, şikayət edirdilər Peyğəmbərə. Peyğəmbər Əkrəm buyurur, əl çəkin Əlidən. Əl çəkin Əlidən. Əli bilmirsiniz, Allahın dinində çox ciddidir. Xanım Zəhra salamullahi əleyha buyurur ki, siz bilirsiniz nəyi inkar elədiniz? Siz onu inkar elədiniz, o qədirxumu inkar elədiniz ki, siz onu qəbul eləsəydiniz, İslam aləmində 2 nəfər tapılmazdı, İslamda bir-biri ilə ixtilaf eləsin. Siz onu inkar elədiniz. Bu cür əgər İslam aləmində ixtilaf varsa, bu ixtilafın bir növrəsi hardandır? Qədirxumdan. Səqifənin elədiyidir. Hər şeyi, Quran ayələri, hədisləri, tarixi hadisələri Əllamə Əmini necə gətirib? Quran ayəsində qədirxum, hədislərdə qədirxum, tarixdə qədirxum, bu cür götürüb də, ədəbiyyatda şairlərin qəzəllərində, şeiriyyatlarında qədirxum, hamısını belə yığır da. Bunların hamısını qoyaq qırağa, hamısını qoyaq qırağa. Qardaş, deyirəm şücaət, deyirsən Əli. Deyirəm elm, deyirsən Əli. Deyirəm zöhd, deyirsən Əli. Nə deyirəm, deyirsən Əli, bunda yeganədir. Yaxşı da, Peyğəmbərdən sonra niyə bu yeganəni insanlar qəbul eləmədi? İnsan ağlı nəyə hökm eləyirdi? İnsan ağlı hökm eləyirdi ki, pak insan olsun başımızın üstündə. Sərkərdə şücaətli olmalıdır. Çıxırdı döyüş meydanına, zirehin arxası yoxdur. Döyüş meydanına çıxır, zirehin arxası yoxdur. Ya Əli,
Niyə bu cür çıxırsan? Deyir, axı mən düşmənə üst çevirmirəm, neynirəm o zirehin arxasını? Bu əlidir. Xeybərdə hamı qalır, gedirlər, yaxınlaşırlar, fəth eləyə bilmirlər, qayıdırlar, gedirlər, qayıdırlar, qaçırlar, bir-birini yalancı adlandırırlar. Baxın tarixə. O səhabələr bir-biri haqqında necə sözlər deyiblər, yalancı deyiblər, bir-birini ittiham eləyiblər. Bir-biri haqqında çox pis sözlər deyiblər. Həzrəti Peyğəmbər buyurur, bayrağı mən elə bir kişiyə verəcəm sabah. O kərrardır, fərrar deyil. O döyüş meydanından heç vaxtı qaçmıyor. Mən ona verəcəm. Kimə verdi? Əli ibn Əbi Talib. Göndərir. Budur, Həzrəti Əli əleyhissalam meydanda belədir, imanda yeganədir, zöhddə yeganədir. Ağıl bizə nə hökm eləyir? Ağıl bizə hökm eləyir ki, bu qəbul olunmalıdır. Bu qəbul olunmalıdır. Bunu qoydular qırağa, öz nəfslərinə uydular, başladılar neynəməyə? İslamın kökünü qazmağa. Özləri, öz maraqları üçün neynədilər? Gəldilər, vilayət məktəbinin qabağında özləri üçün bir məktəb açdılar. Və tarixdə də, bu tarixdə olan ləkələr hamısı nə oldu? Qədirxumdan başladı. İbn Abbas deyir ki, mən Peyğəmbərlə yol gedirdim, bir bağa yetişdim. O bağın yanında Həzrəti Əli də bizlə idi. Həzrəti Peyğəmbər Əkrəm Həzrəti Əli ilə danışdı. Həzrəti Əliyə müxtəlif Allah tərəfindən fəzilətlərin danışdı. Sonra gördü Peyğəmbər ağlayır. Başladı ağlamağa. Dedi, ya Rəsulallah, niyə ağladın belə? Deyir, işarə elədi Əlinin başına. Dedi, məndən sonra bu Əliyə qarşı olan kinlərini tökəcəklər çölə. Buna görə ağladı. Peyğəmbərdən sonra o kinlər çıxdı ortaya. Baxın, əzizlər, Qədirxum bu qədər İslam aləmində mühümdir. İnsanlar Qədirxumun fəlsəfəsini başa düşməlidirlər. İnsanlar nə baş verirdi, bunu başa düşməlidirlər. Vilayət sistemi nədən ibarətdir? Nə üçündür bu? Allah bunu niyə yaradıb? İtaətsiz mümkün deyil. Hətta dünyəvi qanunlarda da nədir? Bir rəhbər olmalıdır, insanlar onun əmrinə nə olsunlar? Tabi olsunlar. Ağıl buna hökm eləyir, başqa yolu yoxdur. Məgər Quranda yazılıb, məni bir il 6 ay əskərə aparsınlar. Şəriətdə var belə bir şey. Nə bilim, məsələn, zabitdir, bu geçsin 25 il xidmət eləsin. Filankəs bu qədər xidmət eləsin. Bu qanunlar var ha, biz hamımız bu qanunlara tabi oluruq. Bir nəfər bu qanunun qabağında nəsə başqa söz deyir? Yox. Hamı niyə qəbul eləyir bunu? Çünki ağlın hökmüdür. Bu ağlın hökmüdür. Ağlın hökmüdür, 7 yaşında sən uşağı neynəməlisən? Məktəbə göndərməlisən. Bu ağlın hökmüdür. Bu bizə göstərir ki, burada şəriət lazım deyil, ağıl hökm eləyir ki, bir rəhbər olmalıdır və ona itaət olmalıdır. İtaət vacibi məsələdir. Allaha and verək izzət-i cəlalına. Allah mütəal bizi Həzrəti Əli əleyhissalamdan ayrı salmasın. Allaha and verək onun böyüklüyünə, qiyamət günü bizi Həzrəti Əli ilə məhşur eləsin. İnşallah, gəlin Kərbula, gəlin qıl. İnşallah əzizlərimiz xidmət eləyəcəklər. Həzrəti Əlinin şəninə şeirlər oxunacaq, mədhiyyələr oxunacaq. Allah ali dərəcədə qəbul eləsin inşallah. Bu məclisin Allah dərgahında qəbul olunmağından ötəri səlavat edilir. Allahümmə səllə alə Muhamməd və ali Muhamməd. Bismillah. İndi salamlayıram bura cəm olan Əli eşqi ilə döyünən ürəkləri. Allah sizlərdən razı olsun.
inşallah təbrikimizi şəhidlə çatdıraq. Həzrət Əli əleyhissalamın mübarək ruhuna inşallah salavat xətm elə. Allahümmə salli alə Muhammed ali Muhammed. Gəl haqqı eyləmə inkar, Əliyə beyyət elə. Et qədir xumdan həya ar, Əliyə beyyət elə. Ged oxu tarixi təkrar, Əliyə beyyət elə. De ki, ya Heydər kərrar, Əliyə beyyət elə. Bunu et 3 dəfə iqrar, Əliyə beyyət elə. Zərrə vicdanın əgər var, Əliyə beyyət elə. Bizi əhv elə ilahi, Əlinin xatirinə. Kim edir mənim ağamdan işi xahiş, düzəlir. İşi Mövlamız edibdirsə sifariş, düzəlir. Əli edirsə bir nəzərlə nəvaziş, düzəlir. Vasitəsilə bağlanırsa bu saziş, düzəlir. Adının zikrini dil eyləsə vərdiş, düzəlir. Ya Əli kəlməsi ilə düzəlməyən iş, düzəlir. Bizi əhv eylə ilahi, Əlinin xatirinə. Allaha məhəbbətin var, Əlinin qapısına get. Rəsuluna beyyətin var, Əlinin qapısına get. Düzəlməyən hacətin var, Əlinin qapısına get. Əgər ki ləyaqətin var, Əlinin qapısına get. Öyünmə, fərasətin var, Əlinin qapısına get. Kişisən, cəsarətin var, Əlinin qapısına get. Bizi əhv eylə ilahi, Əlinin xatirinə. Əlinin xatiri Allaha əzizdir, elədir. Əlinin elmi damla deyil, dənizdir, elədir. Əlinin qoyduğu iz, ilahi izdir, elədir. Rəsul ilə Əlinin nuri əkizdir, elədir. Onu inkar edən kafirdir, mərizdir, elədir. Əli məxsum imamdır, pakdır, təmizdir, elədir. O Rəsuldan sonra xəlifədir, düzdür? Elədir. Bizi əhv eylə ilahi, Əlinin xatirinə. Sev əhl-i beyti həzin, car elə bəkdən belədir. Ya Əli, bizləri sal diqqətivin təsirinə. Allaha dua elə, sidq-i ürəkdən belədir. Bizi əhv eylə ilahi, Əlinin xatirinə. Bizi əhv eylə ilahi, Əlinin xatirinə. Salavat səfər. Allahümmə salli ələ Muhammed və ali Muhammed. Allah. Allah Əlinin hörmətinə bizi bağışlasın. Muhammed Ali Muhammed səmavi şəmalına salavat işlədir. Allahümmə salli ələ Muhammed və ali Muhammed. Bayramımız mübarək olsun. Əziz dəyərli qardaşım, Seyid Şəhadət gözəl xütbə elədi. Allah ömrünə, elminə bərəkət inayət eləsin. O cümlədən bu məsciddə xidmət olan əziz dəyərlilərimizin salamatçılıqlarına və dünyadan gedənlərin ruhları haqqında salavat işlədik. Allahümmə salli ələ Muhammed və ali Muhammed. Allah bayramımızı mübarək eləsin inşallah. Hazreti oxumayız. Nə qədər etkiler? Yorulmuşsunuz.
Bir ucadan Muhammed Ali Muhammed'e salavat işledik. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahman ya Rahim. Esselamu aleyk ya Emir el-Mu'minin ya Hacetullah ya Veliyullah ya Ali. Cihanda hüsnü hilqatdan Ali'den gelmeyip gelmez ne şan o ne celaletten. Ali'den gelmeyip gelmez Ali tek hansı pervane yanar suzu budaz üstə. Ali tek hansı zahir çıkar raz o niyaz üstə. Gedaya Hatemi Şah Ali verdi namaz üstə. Ne şen o ne celalette Ali'den gelmeyip gelmez. Buyurdu Hazreti Taha Ali Kur'an'a menadi. Tekerrümde tekerrümde Ali fogi mesihadi. Ali menden sonra halga emiri dini mevladi. Mekami rehberiyette Ali'den gelmeyip gelmez. Ali arif olup hakka niyazi dehrden doydu riyazi khal. Riyazi Halik'in cazib libası işretin soydu. Nübüvvet mührün üstə Ali tenha ayak koydu. Ne şedun ne celalette Ali'den gelmeyip gelmez. Ne şedun ne celalette Ali'den gelmeyip gelmez. Gör ne güzel arşı tutup dem bugün. Yattı bize güsse keder gem bugün. Sesleginen sen alanı hem bugün hem de ki ayende dene. Ben değilim sen de dene. Doldu vilayet güneşi ağleme. Savgı getir süzmeyi zamba deme. Kalbimiz onun adını eder. Zemzeme ruhum ona zinde dene. Ben değilim sende dene. Adını sək et dilinin ezberi. Çünkü olur şiələrin rəhbəri. Allah özü mədh eləyir Heydəri. Mənim mədhimə Əlinin ehtiyacı yox. Məddahlarımızın Əlinin mədhinə ehtiyacı yox. Allah özü mədh eləyir Heydəri. Sən də gələk bəndə denə. Harda eşitsən o adın zikrini. Həm denə Allah'a yetir şükrünü. Adı gələndə ağanın fikrini. Etmə pərakəndə denə. Ben ki dedim bir dəfədə eybi yox. Sən onu zikr eylə mələkdən də çox.
Ziddi Əliyə bu şüar olsun Şam-ı səhər gündə denər Sən bu adı zikr etmədə göstər həvəs Allah Seyyid-ül-Rəhətin ömrünə bərəkət versin Onun salamatçılığına da salavat düşər Bu adı zikr etmədə göstər həvəs Zəhmətin badə ki getməz əbəs Zikr elə ta qurtulacanda nəfəs Lah belə ölsən də denə Lah belə ölsən də denə Zikri Əli vaxtı namazdan deyil Ta ona vaxtində dili sinmeyil Ahsa da bal dövlətimiz Hilveyil müşkülə düşsən də denər Zikri Əli zikrilərin tacıdır Zikri Əli müminin miracıdır Seyyidimiz onun adına mühtacıdır Qalmayada məndə denəm Ya Əli Ya Dedim bir dəfə deydi yox Sən onu zikr eyləmə əşləndə çox Ziddi Əliyə bu şüar olsun Şam-ı səhər gündə denən Gəlsə əgər şairə xoş təbliğən Diqqət elə bir neçə mətləb deyən Baxma ərəb zikri mürəkkəb deyən Bundan da uzak Ali Ali Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali 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 Mevla Ali Ali Mevla Ali Ali Mevla Bundan da uzak Ali Ali Mevla Allah duvarını ya Emir el-Mu'minin bayram günümüzü ay maşallah Ali Ali Mevla İsmi de canım Ali'dir Ali Allah ismi de canım Ali'dir Ali Tağut sevanım Ali'dir Ali Gözler şirurum Ali'dir Ali Hem de gururum Ali'dir Ali Mevla 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 Ali Ali Mevla Elleri yakaladır mısın? Haklısın ya ay maşallah bayramımız mübarek olsun Ali Ali Mevla Benim görmediğim kardeşler haberleri gördüler uza seslendiler ay maşallah Ali Ali Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali Ali Ay maşallah, ay maşallah Mevla Ali İslam'a sarılan Ali'dir Ali Ya Allah Şah-ı Meşer Ali'dir Ali Seyyid-i Rahman Ali'dir Ali Sağ-ı Kozar Ali'dir Ali Bu güzel burada bizlere rahmet
səbrə baxdım. Seyyid Qurban Qur'anda fəqət əlini gördüm. Çox zəngidə qalsın deyilər, meydanda fəqət əlini gördüm. Əli can başıma dolanım ya Emir-el-Mumin. Diyenler şianin bir gün yüzü güler, bir gün yüzü ağlayan, gözü ağlayan. Karşıdan da Mahi Muharrem gelir. Ya Emir-el-Muminin bizlere buraya götür. Oğlum Hüseyin'e güzel ezadar olar. Ta nefesim var diyemem ya Ali, ta nefesim var diyemem ya Ali. Can sana kurban ederim ya Ali, can sana kurban ederim ya Ali, 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 Ali. Ay maşallah Ali, Ali. Sesimiz yetsin inşallah Emir-el-Mumin'in haremine. Ya Ali, 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 ya bir de Ali, 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 ya ay maşallah Ali, 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 ya siz yollanın hemen oraya. Ali, Ali, ya Ali, 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 ya Ali. Gör ne güzel elçi tutup da bugün yaktı bize küste keder gör bugün. Sesle ginen sen alanı hem bugün, hem de ki ayende dinen Ali, hem de ki ayende dinen Ali, 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 ya Ali, 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 ilahi bak Ali şuarı dilimizden alma. Ya Ali, 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 ya Ali. Şimdi yeten taze o Mevla kimin, nuru bu dünyada da zella kimin, ehli bir etli misli müsella kimin, dur-u müsella dediler Ali, dur-u müsella dediler Ali, 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 ya Ali, ya Ali, 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 ya Ali, 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 ya Ali. Zikri Ali, zikrilerin tacıdır. Zikri Ali müminin meracıdır. Seyyid onun adına mühtacıdır. Kalmaya da mende dinen Ali, 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 ya Ali, 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 ya Ali, 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 sen de cinan ya Ali ya mürteza, bu demeyin ruhuma olsun gaza. Ta ses ve ses vere hayrun nisa, alemi manada dinen Ali, alemi manada dinen ya Ali, 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 ya Ali. Ben dil açandan demişem ayak tutandan demişem körpeliğimden demişem Allah belə ölsəm deyəcəm qəbre binlərəm mən deyəcəm Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali.
Resul'da nigahban gece gündüz Ali'dir. Hifz edip ayrıdan insanı eden düz Ali'dir. Dini İslami'de tek kalmış idi Peygamber, cem edip birleri birlikte eden yüz Ali'dir. Koy bunu da değil. Ondan sonra inşallah zahmet olsun. Allah kabul eylesin. Yok ben yorulmamışım ama sevdi fırtına. İnşallah ki Allah kabul eylesin. Allah bayramımızı mübarek eylesin inşallah. Ömrümün suretiyle kestim fəssən gecesi. Olmadı taatla tek müceller gecesi. Seni ad verdi Hüseyin, ellerde ölen bağlar var biz. Bu cəmi tək koymuyorsan, seyirlə bahem, mənimlə bahem, qədrimizə nəvvən gecəsi. Üç dənə nurani qərrar salavat